Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün 2026-cı ilin yanvarın ilk həftəsinin bürcləri haqqında sizə məlumat vermək istəyirəm. Paylaşımları bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Yanvar ayı üçün xərçəng bürcləri, İnşallah Allahın izni ilə ümid edirəm xərçəng bürcləri üçün uğurlu, savablı və gözəl bir aydan olar. Ümumiyyətlə bütün bürc altında doğulan hər bir insanın öz niyyətinə, öz xasiyyətinə, öz xarakterinə və etdiyi əməllərinə görə Allah müjdələyəcək. Yaxşı insanlara inşallah uğurlu günlər nəsib eləsin. Şeytani əməllə məşğul olanlara, paxıllıq edənləri isə Allah Taala özü şahid olduğu və bildiyi kimi müjdəsini, cəzasını verəcək. Əziz dostlar, əziz xərçənglər, mən sizə ən gözəl bir xəbər verəcəm, ən gözəl bir xəbər verəcəm ki, yanvar ayı üçün sizi böyük bir müjdə, böyük bir finansın gəlməyi, sevgidə uğurlarınız, küslü ailələrində barışmaqları, biznesdə ən uğurlu, ən gözəl bir, uzun müddətli bir biznes sahibi olacaqsınız. Amma qurbanları olan xərçənglər, qurbanlarınızı verin. Daşı istər qadın, istər bir kişi, hər hansısa cüzi bir hədiyyə verəcəm, bir işin düzəlsin. Onun hədiyyəsini sənə ver, filan bir hədiyyəni sənə verəcəm deyən insanlar, unutmayın ki, həmin insanlar sizin işinizin düzəlməyinə dua edir. Rəbbimlə sizin aranızda vasitəçidir. İstər qadın, istər kişi. Bunu unutmayın. Həmən işinizin düzəlməyini gözləmədən öncə mənim əzizlərim bir şeyi, bir nüansı vurğulamaq istəyirəm. İstər müsəlmanı, istər hristiyanı, istər katoliki tərk etməz hansı dindən olduğu bir insan. Əgər hər hansısa bir niyyətinə qurban verəcəm deyirsə və yaxud da ki, hər hansısa bir niyyətinə bir hədiyyə sənə verəcəm deyirsə, kiməsə bu hədiyyəni öncədən verin, qurbanı öncədən kəsin və Allah'tan niyyətinizi diləyin ki, bir qul kimi, bəndə kimi mənə düşən qurbanımı kəsdim. 7 il demirəm, 7 ay demirəm, 7 həftə demirəm, 7 saat, 7 dəqiqə, 7 saniyədə mənim kəsdiyim qurbanı və yaxud da mənim verdiyim hədiyyənin savabını mənə, niyyətimi mənə yetir. Qurban olum Allahım, sənə canım fəda Allahım, bunu mənə et sözünü demək olmaz. Allah'a verdiyin qul haqqıyla qurbanımın və yaxud da ki, hədiyyəvin cavabını Allah'tan belə istəyin. Əziz xərçənglər, ümid edirəm Allah'ın iznində bütün xərçənglərə bu gözəllikdə İlin sonuna qədər uğurlu və gözəl, şanslı bir ay bütün bürc altında doğulanlara nəsib olacaq. Maşallah, 1000 dəfə maşallah deyirəm, sevinin. Allah Taala hər birinizə uğurlu, gözəl bir ay, il, günlər nəsib eləsin. Amin. Yanvar ayı üçün şir bürcləri, ümid edirəm inşallah Allahın izni ilə şir bürcləri üçün uğurlar gələcək. Bütün bürc altında doğulan xoş niyyətli insanların bu ilin sonuna qədər həyatı boyunda inşallah uğurları bol olar. Pis niyyətində olan insanları da Allah Taala, hər şeyi görən, şahidi olan Allahımız, bizi yaradanımız müjdəsini, cəzasını məsləhətinə görə verər inşallah. Əziz şirlər, yanvar ayının ilk həftəsindən sizi üçün uğur var və öz gücünüzə inanan, qürrələnən şirlər, sizlərin səhvləriniz ondadır ki, istər bizi öncədən bölüşürsünüz, istər bizi bölüşməyin. Ailədə rifahınızı, mehribançılığınızı qorumaq üçün anaya ana kimi hörmət edin, bacıya bacı kimi hörmət edin, həyat yoldaşınızı da həyat yoldaşı kimi hörmət edin.
Heç birini bir-birinin ayağına verməyin ki, yanvar ayının 3-cü həftəsindən söz söhbətimiz olmasın, intihar kimi hallar olmasın, ailə dağılmaq kimi hallar olmasın və üzərinizdə olan negativləri təmizləyin, bədnəzərləri təmizləyin. Heç kimsə ilə heç nəyi bölüşməyin. Unutmayın ki, sizin ailədə belə bölüşdüyünüz xəbərləriniz, bacımın əri var, gəlinimin, həyat yoldaşımın ailəsim var və onlar bölüşdüyü halda güclü negativ gəlir sizə. Çünki hər zaman sözlü söhbətimiz var. Amma Allah'ın karma o kadar bu ay sizin üzerinizde güçlüdür ki sizə cadu şeytani əməllər edən insanlar özləri cəzalanacaq. Sözlü söhbətimizi aparan insanlar özləri cəzalanacaq. Sizi için en uğurlu aydan biridir ki, biznes kurmaq istəyən, fermer təsərrüfatı kurmaq istəyənlər üçün uğurludur, uğurlu gəlir. Yalnız bir şey demək istəyirəm ki, balıq işi ilə məşğul olmaq istəyən biznesmenlər və yaxud da fermer təsərrüfatında məşğul olanlar yanvar ayında sizə balıq işi uğursuz gətirir və siz bunu batıra bilərsiniz. Bu işə girməyin. Uzaq yola getmək istəyənlər, uzaq yollarınız uğurludur, uğurlu olsun. Bəzi ailələrdə sıxıntılarınız olsa da, bəzilərinizdə kreditləri gözlənilmədiyi anda ödənişləriniz olacaq, işsizlərə iş olacaq, tələbələr, kəsiri olan tələbələr çalışın, kəsirlərinizi vaxtında zamanda həll edin ki, sonradan sizə fəsadların verməsin və bəzi tələbələr, işləmək istəyən tələbələr, işinizdə uğursuzluq olacaq. Ona görə də işinizi uğursuz olduğuna görə də yaxınlaşmayın, iş götürməyə çalışmayın və sizi üçün bu ayda ən uğurlu aylarınız, ay günlərindən ən uğurlusu o 4'ü, 14'ü, 24'ü, 1'i, 11'i, 21'i, 5'i, 15'i, 25'i uğurlu günlərinizdir. 12'si, 22'si, İkisi siz için uğursuzdur. Bu günlərinizdə ehtiyatlı olun. Qəzalarınız ola bilər. Qəzalardan ehtiyatlı olun. Qəzalar yanında yalnız maşın qəzalarını nəzərə almayın. Siz istər küçədə olanda, istər hansısa bir tikinti yanında olanda və yaxud da ki bir çay qırağında olanda, meşədə olanda ehtiyatlı olun. Ailəvi, kütləvi, ailəvi şəkildə uzaq yollara çıxmayın. Ehtiyatlı olun. Allah yardımcınız olsun. Hər birimizin üzərimizdə Allah'ın nəzərləri olsun. Hər bir bəndəyə görə Allah öz müjdəsini versin. Amin. Yanvar ayı üçün qız bürcləri, indidən görürəm ki, qız bürcləri çox tələskən, hövsələsindədirlər. Çalışın, hövsələmi olun. Ümid edirəm Allah'ın izniyle inşallah xeyirli, uğurlu gələcək sizi üçün də. Hər bir bürc altında doğulan insanların öz niyyətinə, öz şəxsiyyətinə, qəlbinə görə Allah'ın müjdəsini versin inşallah. Xeyirli düşünənlərin, xeyirsizlərin hər birinə görə Allah hər şeyin şahidi olan Allah'ın öz müjdəsini verəcək inşallahdır. Əziz qız bürcləri, istər qadınlar, istər kişilər, bunları demək istəyirəm ki, özünüzdən razılığı, mən inanıram və inanmıram kimi ifadələri işlətməyiniz, bu işin arxasında gedirəm, alınmayacaq kimi ifadələrin işlətməyi, öz gümanınızı yerə vurmağınız ilkin həftəsindən sizə ikinci həftəyə qədər uğursuz, ikinci həftənin yarısına qədər uğursuzluqlar ola bilər. Və unutmayın, şeytani əməli olan qız bürcləri, istər qadınları, istər kişiləri, onları şeytani əməllərinizi təmizlədin ki, %100 alınmayan işləriniz alınsın. İnamınızı daha da artırın və heç kimsəyə də şeytani əmələ getməyin. Bu ələlxüsus qadınlara aiddir. Biraz paxıllıqlarımız çoxdur. Bu paxıllıqlarınızı saxlayın. Yeganə bürcdür ki, onların hissiyatında paxıllıq hissləri daha çoxdur. Siz bu hisslərinizi saxlayın ki, sonradan deyinməyin, niyə qız bürcü beləsində oldu,
Başkasına pis arzulamayın ki sizə də pis olmasın. Üçüncü və dördüncü həftənizdə uğurlarınız var, sevincləriniz var. Gedəcəyiniz yollar sizin için uğurludur. İstər xaricdə biznes dalısında getmək istəyən, işçi kimi getmək istəyənlərə uğurludur. Uğurlu yollarınız var. Bəzi qız bürcündən olan qadın və kişilər, uzun zamanda evlilik həyatı gözləyən kişilərdə gözlənilməz tanışlığım olacaq. Təkliflərlə olan tanışlıqlarım olacaq. Uğurlu ailə həyatına qədəm qoyacaqsınız. Xəstələrimizdə şəfayət olacaq. Uzaq yoldan gələ bilməyənlər yollara açılacaq, ailələri ilə görüşəcək. Və çalışın, əlinizə gələn maddiyyatı ora-bura dağıtmayın, boş yerlərə. Pulunuzun qədrini bilin ki, pulunuzun üstünə pul gəlsin. Ayın 9'u, 19'u, 29'u, 11'i, 21'i siz için uğurludur. 4'ü, 6'sı, 14'ü, 16'sı, 24'ü, 26'sı sizin için uğursuz günlerdir. Həftənin 2 günü yalnız 6 ve bazar günü siz için uğur getiren günlerdir. Ve buna göre de 4. 5. günlere bir Müslüman kimi bu günlerde dualarınızı esirgemeyin. Hristiyanlar 6 ve bazar günleri dua günlerinde dualarınızı özünüze, ailenize esirgemeyin. İnşallah her bir şey uğurlu olacak. Allah Teala her bir bürc altında doğulanları öz nuruyla nurlandırsın. Amin.